Hamınıza salamlar, gün ortanız xeyir olsun. Gözəl Varşavanın gözəl günəşli günündən sizi salamlayırıq. Gözəl günəşli və retki günəşli. Və bu gün 20 dərəcədir. Aprel ayının əvvəli 20 dərəcədir. Biz də bu havanı dedik dəyərləndirək, gözəl bir yemək yeyək. Bu gün Gürcüstan və Asiya mətbəxindən sonra dedik öz Azərbaycan dilimə nə olub ki? mətbəximizə nə gəlib? Yeni açılan Tamlı restoranı. Kebab yazılıb amma restoranıdır da. İlk olaraq fikrimi deyim. Vizual olaraq, görüntü cəhətdən, loqo cəhətdən çox da xoşuma gəlmədi. Bu loqonu basic saxlayıb. Nəyini dəyişdirərdin? Burada məncə heç ortadakına ehtiyac yox idi. Sadəcə tamlı kebab yazıla bilərdi ya da tamlı restoran, restavrasiya. Amma mən sənə deyim, sarı və qırmızı rənglər məndə iştah oyadır. Sarıda var, McDonald's-dan gəldi. Qırmızıda da var. Mənə o iştah oyadır. Yəni mən özüm sən çox dizayner olaraq baxmadığım üçün mən biraz editor gözündən baxanda gəlir. Amma burada yeməklərin qiyməti yoxlamışam bir dəfə. Sən gəlmisən bura, mən Çox gəlməmişəm. qəşəngdir. Mən bir ilk dəfə, həqiqətən burada da maraqlı odur ki, ilk dəfə gəlmişəm və ilk fikrimi bildirəcəm, yəni sıfırdan. Mənə də maraqlıdır çünki bu dəqiqə Sıfır ki, fikrimi bildir, özü hər şeyə fikir bildirin. Restoranın atmosferi, girən kimi vibe necə gəlirsə, işçilərin öz reaksiyası. Yes. İndi bunu girib baxacağıq. İndi nə zakaz eləyəcəyik bilmirəm. Girib ümumi içəridə baxacağıq. Menyuya baxmalıyam. Böyük ehtimal dönər zakaz eləmərəm, çünki İsmailin dediyinə görə milli yeməklərimiz var. Hamısı var. Küftə istəyirəm. Dolmasından yarpaq dolması, kələm dolması, küftə var bura. Küftə var, küftəni. Yumru 2 dənə küftələr gəlir. Küftə qəşəngdir. Sulu-sulu. Gedək yoxlayaq. İçəridə görüşərik. Biz girək görək nə var, nə yox. Çox maraqlı. Polyak nə götürəcək? Allah hamısı kebab yeyirsən. Çoxlu cavab zakaz edirlər gəlin. Bizim yeməklərdən nəyi bəyəndin? Bizim yeməklərdən ən çox yeyirlər ki, qutabı ən çox bəyənirlər və grilllərə gedirlər daha çox. Görün polyak nə zakaz edəcək. Allahın olsun içəri girəndən ağlımda kebab idi da, yəni bildiyin. İçəri girəndən kebab, absurda lavaş kebab idi, yəni dönərdir də. Mənim həqiqətən önəmlə baxdığım bir şey Instagramda necə SMM idarə edirlər. Qəşəng işlədilər. Həqiqətən özənlə yanaşırlar. Yes, bu böyük şeydir. Nür və hər şeyi qoy qırağa, SMM zat qoy qırağa. Bu zoğal kompotuna bağlı. Şüşənin içində və ya onun ətrafında bizim tarla, meyvəni iç. Sən ör. Atspirtsə iyi ona bu. Zoğal kompotu. Bunu bir həqiqətən çay gətir prosta. Çayı deyirəm əridək. Hayda gedər. Çay içək. Yəni, amma ümumiyyətlə hələ ki, çox bəyəndim. qəşəngdir. Dizaynını çox bəyəndim. Amma bir dənə nüansı bildirəcəm. Yenə də kebab restoranı. Düzdür, adı da bildirir kebab olduğunu. Qardaş, o bizim səhvimizdir. Niyə? Tanımırlar. Piti bilmir nədir qardaş? Piti Nə bilmir. qoysun piti restoranı? Girişdə olan bir adam pitini kimsə kebab zakaz eləyir. Desən bax pitimizdə var. Belə hazırlanıb. Onu polyak dilində müştəriyə məncə çatdıran olsa, müştəri deyər ki, "Ay bu nə maraqlı bir şeydir. Saxsı qabda qoy bunu yeyim görüm bu nədir." Amma bir də ki bura gələnlər tez yemək axtarır. Yes. Bir də ki ad bura, ad çox önəmlidir. Yəni bura o məntiqlə baxıb gəlmir ki, burada məncə başqa növ yemək yeyə bilərəm. Tez gedim yeyim gəlim. Ya da sən yeyəsən qardaş. Düzdür, böyük riskdir, çox böyük riskdir. Azərbaycan restoranında kebab vermə. Baku kimi. Ha, Baku kimi varsa. O konkret restoran, yəni bir milli restoran kimi. Hə. Oyda aşın porsiyasını çox tıkladım. Mən bunu yeyəcəm. Uşaqlar, yəni burada sırf yəni dadı da qoydum qırağa. Avropada piti yeyə bilərsiniz və bu arada dediklərinə görə pitini hazırlayan şəkilidir. Pitinin yeyilmə qaydasını bilirsən bu arada? Bura pitini belə yemirlər. Ora tökürlər, əzillər, sıralamaları var. Tələsmə. Qardaşım, pitinin çox qəşəng. Deməli ki, bir dənə buranı çəkin. Pitinin qardaş qaydası var. İlk adı nə idi? Saxsı qab. Pitinin qardaşım bax, suyunu tökürsən. 100% elə deyil də. 100% yox, 100% budur qardaş. Birinci çörəkdir məncə. Sən əzildir axı orada. Deyirəm də. Bax, bunu Noxudan al. Noxud dibindədir qardaş. Bax, pitini qoydum bura. Sonra. İzlə, gözüm məndə olsun. Çörəyi tökürsən bura. Götürənmədi. Hamısını tökdüm sən onu. Baxın. Bunu qoydum bura. Nə oldu yəni? Mən də bu aralıqda bir dənə dolma yoxluyum. Baş qarışıqdır. Anamın dolması. Allah'ın olsun anamın dolması. Bura çox səviyyəli. O dərəcə. Bir dənə yoxlayır, qurban olum bir dənə bunu yer. Gözüm yaşardı. Necə həzz aldın. Dilimə dəyən kimi deyəcəm ana dolması yoxsa yox. Baba. Gözüm yaşardı, bura. Ana dolması. Allah'ın olsun. Valla. Deyəcəklər ki, millət pul veriblər, sizə reklam verirsiniz. Qəpik də almamışıq, yeməyin də pulunu vermişik. Çəki də paylaşa bilərik. Hələ işlər var, Ağay maraqla. Dolma çox qəşəngdir. Avropada bu cür yeməyi. Heç mən deyim, Bakıdakı restoranlar belə vermir. Sonra deyirsiniz ki, bəs poçada nə bilim, yadlıq çəkirik, deyirsiniz nə bilim, yeməyimiz yoxdur, ərzaqımız yoxdur. Allah'ın olsun hər şey var. Yəni marketimiz də var, restoranımız da var. Marketimizdə yenə türk məhsulları satılır. Burada niyə ki? Nurda. Şəhərə getmişdim keçən dəfə. Sadə skret. Deyil. Burada hər şeyimiz var. Bizim tarlanın badımcan kürüsündən tutmuş, soğalına kimi hər şey var. Nə istəyirsən daha? Bu arada bunun da canavardır. Bəs məncə tək yemək lazım deyil. Pitini bölək. Mən sənə onun qalan səsini verəcəydim. Bu adı suyla çörəkdir, bura. Bilmirəm, mən də dadına baxmayım. Buyur əzim. Bilxayla Bəs qardaşlıq, bəs. Gürcü restorandakını yadva sal. Mən Pitidir, bura. Mən yeməmişəm. Mən sənə onca bura səsini verəcəydim. Bu adı çörəklə şeydir, bura. Dolma ilə başımı qatın da, prosta. Ha, dolma elə. Aşının da porsiyası çox. Kompotun da baxaq da.
Allah'ın olsun. Adi kompotdur. Ya, adi kompotdur bunu şişirməyəcəm, amma doğmalıq var. Doğmalıq Bizdə var. evdə həmişə, bilmirəm, indi qaç sizdə də. Üstünə bir damla su tökürlər ki, çox şirin olmasın. Eləyiblər. Mama tökür də. Hə, çox Amma şirin bu o olmasın. qədər şirin deyil. Hə, Amma mama bu elə bir üstünə su tökülüb. Hə, açıblar mənə. Yəni o, buradan buram. Ay da bu turşu necə gözəldir. Mən onda yeyirəm də bura. Yox. Ya aslan da bir qaşıq götürək də. İndi də aşı yoxlayırıq. Bu necə qazmaqdır? Maraqlı qazmaqdır ha bu. Şey oxşamır bura. Qurbağa üstündə durur. Hə, yaşıl. Onun adı var ya amma. Murat, zambaqdır da onun adı, zambaq çiçəyi. Qazmağı bəyənmədim. Qazmaq mənə görə xırtılıqlı olmalıdır. Əgər o qazmaqsa. At onu ağzına. Necə? Mən ölüm. Düyünün yumşaqlığına bax. Qiymət cəhətdən dad, keyfiyyət üst-üstə gəlmir. Mən çox həzz alıram. Vallahi mən elə bir başda oturub yemək yeyirəm. Allah'ın olsun. Həqiqətən. Nurşid Qazaldın. Olar. Udandan sonra dedin. Orada bir şey gözləyir bizi, bunu çəkmər. Qatıq. Bu bizi gözləyir orada. Ne vursan? Məncə Azərbaycanda dolma verirlər. Tamam unuttum. Allah'ın Allah'ın olsun. Camış qatıq. Sən öl. Camışın bundan xəbəri Bunu var. Ağdaşın yanında Ləkidə satırlar. Mən qatıqdan bəlkə başım çıxmır, amma xoşuma gəlmədi. Çox gözəl qatıqdır. Bilmirəm, bəlkə mənə başım çıxmır. Qardaş, onda dolmanı hayf eləmə. Dolmanı tək yeyəcəm, zırhaca. Keçirik bitinin ikinci hissəsinə. Deyək ki, yedin suyunu içdik, düzdür? İndi izlə. Bunun içində də hər şey var. Söz yox. Bax, Hamısını tək yedi. Nuş olsun qardaşım. sağ ol qardaşım, sənə düzəldirəm bunu. Hə? Dəqiq olsun. Oydu, o ətinə də ola. Ya bu ətin yumşaqlığına baxın. Bitinin əti elə olmalıdır bura. Baxın, biti budur. Və bitidə hər şey həfriyənə qədər, yəni çürüyənə qədər pişməlidir. Çünki əzməyə rahat olmalıdır. Onda az görə elə Qaşığı əzilmir. qoyuruq bura. Bu normalda əzən olmalıdır da Avropada, o qədər də dərinliyinə getmirəm. Bax, ətə bax bura. Onun özel aparatı var. Ha, bunun xüsusi əzəni var. Əzən deyim xüsusi bir şey Hə. deyil, amma yəni sırf onun üçündür. Suyunu biraz tam süzməmişəm. Biraz Amma bir dənə bir şey deyim. Sanki elə bil bu qabda eləsən daha rahat olar. Bəs orası köçür desən. daha süzdümü? Rahat yeyək də bura həm də. Burada onu ora tökmək istəmirəm. Rahat olacaqdı amma böyütdün. Sən uzatdın. Yəni yox dedim də. Hı. Mən yetişkin bir insan olaraq özüm öz qərarlarımı verə bilirəm. Qoqam 3 universitet tutar bu. Qutara bilirəm ki, Tutarsan bu əziyyət çəkərdin Dysondan. qovub öldürürdülər. Yəni. Baxın, opşu, bunu da belə əzirik. Azərbaycanlılara piti yeməyi öyrədirəm. Bu qədər yorucu proses imiş bu. Aha. Sən bu bişirməyini bilirsən. Bunu əslində indi Bakıya referans göndərirəm. Bakıda bunu ofisiantlar öz eləyir. Əzməyi zadı. Mən edim. Bunun kayfı odur. 100%. O qaba töksəydin, Allah'ım da olsun, bax, eşitmirdi. Bax, burada bir dənə saqqal çıxmır ki, belə bir belə. Mənə eşitsin. Tutlar əzilmir, normaldır. Deyəcək qab alacaq deyə. Ən tez noxud əzilməlidir Asıl əslində. olur. Elə bir tuzdurub əzənmirəm. Boğuldum ola. İndi bax, sənin üçün hazırlamışam qardaşım sumağı ilə, zadı ilə. Çox xaşıl olmalıdır. Amma noxud istəyirəm. Götür. Noxud da əzməmişəm ki, rahat tapasan. Yes, düşdü. Noxud var abi. Yəni bunu yaxından al. At ağzına, at ağzına. Suyu da damcılayır ha, yes, düşdü. Normalda suyu damcılamamalıdır şurası. Mən onu yenə deyirəm, yaxşı yemədim deyə. Nə deyirsən bura? Nə düşünürsən? Bu məzundur. Onu da olsun. Çörəklə yemək lazımdır onu. Mən çörəklə yeyirəm. Çox çörəklə. qəşəngdir. Ha. Bir dənə də mən yoxlayım, deyim. Əvvəlcədən bir piti yoxlamış birisi kimi. Çox gözəl yedin qardaş. Çox gözəl. Yəni necə izah edeyim? Şəkidə piti yeyirəm. Ətin yumşaqlığı, noxudun dadı, sumağın dadı. Biz başqa yerlərdə də yeyəndə görürsən ki, dad oldu, amma sanki həqiqətən Avropada yediyimi hiss edirsən. Mən burada Avropada yediyimi hiss eləmirəm. Yəni bax, Nərimanovda oturmuşam. Şəki restoranı. Və bir də məni bilmirəm indi mən burada materialistik söhbət deyil, amma qiymət cəhətdən çox rahat eləyir. Yəni rahat yeyirsən bura. Narahat Bu eləmirsən. stol gördüyünüz. Nə qədər? Bu gördüyünüz stol 150 zlot. İçkili zaddır hər şeylə. İçkili falan bildi 150 Çörək, zlot. çörək. Sən bilmirəm aşı yoxladın mı? Yoxladım. Dəhşət bir şeydir. Pambıq kimidir. Çox dəhşət Yəni bir şeydir. həqiqətən yenə deyirəm bu bir reklam deyil. Sadəcə gəlib yemək yeyirik və bunu çəkmək istədik. Çox ürəklə gəlib burada yemək yeyə bilərsiniz. Narazı qalsanız bizlikdir şu an. Və çox da pulunuz çıxmayacaq. Həqiqətən doyacaqsınız. Məsəl üçün aşın neçə idi bura? Kaç qiymətlərin adını Yəni ən bahalı piti də 55 zlot. 40 neçə zlotdur aş. Rahat şəkildə doya 55 bilərsiniz. piti idi. Hə. 40 neçə də Hə, plovdakı, dolmadakı 35-40 idi da. Yəni biraz, yəni normal cəb yemək yemək istəyəndə və Azərbaycan yeməyi, Azərbaycandakı Azərbaycan yeməyi yemək istəsəz mən ürəklə tövsiyə edirəm. okey, bir dənə mənə şəxsən minusu olan odur ki, uzaqda olmaqdır. İndi görürsüz harda Amma buralarda qalan Azərbaycanlılar gələ Mən bilər. şəxsən dedim. Hə, bizə də Yəni uzaq. mən Volada yaşayıram. Bura gəlməyimə məsəl üçün 20 dəqiqə lazımdır. Ay, sağ ol. O cəhətdən biraz minus. Qiymət cəhətdən, yəni evdə yemək bişirmək, bura gəlməkmi bura gələrdim. Ay sağ ol. O da O əlavə zaten. söhbət. Nəysə. Bu da yəni
Növbəti Açıqdır müzakirəyə. növbəti videolarda görüşənədək Biz burada sevin, bir azca sevinin. yeyib içək. Əziz qardaşla, İsi və Camaalla. Mən Camalam şeyəm. Özünüzə yaxşı baxın, inşallah görüşərik. öpürük sizi. Eşq